Bu bir. İkincisi, bunu deyən adam, qardaşım, biz baxanda görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında qeyri-ərəblər dinə daxil olurdular. Peyğəmbərin sallallahu aleyhi və səlləmin yaxın çərçivəsində olan yaxın insanlar qeyri-ərəb idi. Əgər bu din ərəblərə nazil olsaydı, ərəbin dini olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm nə etməli idi emin? Kənarlaşdırmalıydı onları. Deməli idi ki, bu bizə xasdır, bizə gəlib, sənə aid deyil, sən daxil olma İslama. Kənarlaşdırmalıydı, icazə verməməli idi ki, onlar İslam dini qəbul etsinlər. Amma biz baxanda görürük ki, bu belə deyil. Fars var idi. Məsələn, Salman Farisi ərəb deyildi, Fars idi. Həbəşi var idi. Rumlular var idi. Hansı ki, İslam dininə daxil olmuşdular. Və bu da o deməkdir ki, bu din ərəblərə gəlməyib. Ərəblər üçün olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm verməzdi imkan və girənləri də kənarlaşdırmalıydı ki, bu bizə aiddir, bizə xasdır. Bu ikinci cavab.